Həyatım, kitab oxumağa qoy bir qırağam. Telefon şifrəni ver mənə. Niyə? Telefon şifrəni istəyirəm. Nə olub ki? Heç bir şey, telefon şifrəni istəyirəm. Ha, mesaj da gəldi. Aç ver mənə telefon şifrəni. Yox. Niyə? Vermirsən? Yoxdur, mən özüm öyrənərəm o şifrəni. Necə? Sən şifrəni yaz, gir telefona. Məndə üz tanımadım bir deyil. Üz tanımadım usta. Hə. Olsun, gir kalkulyatora. Hə. 6 ədədli rəqəm yaz. Gözlə, həyəcanlandım. Həyəcanlı deyirəm, sən həyəcanlı olan. Mən həyəcanlandım, tirəm, nə olub? 6 ədədli rəqəm yaz. Yazdım. Aklıma gələn 6 ədəm. Hətta dilim topuq vurdu. Üstünə gəl o əziz doğma olan şifrəni. Şifrəmi unuttum, valla. Aha. İndi təzədən sil onların hər birini. Şey. İndi kalkulyatorda olaraqdan ver mənə telefonu. Mən səni göstərərəm. Bax. Gelirsən bura. Burada gördün. Birinci 6 ədədli rəqəm. İkinci də 14, 28, 69. Valla müasir yaşamda şəxsiyyət pozuntusu sizlərdən qorxulur. Bəli. Heç nə gizli qalmır. Texnologiya.